Bu həftə Şikayət TV-yə ölkənin müxtəlif bölgələrindən bir-birindən ciddi müraciətlər daxil olub. Şikayətlərin bir qismi artıq aidiyyatı rəsmi qurumların diqqətini cəlb edib. Gəlin ötən həftə ərzində ictimailəşdirdiyimiz əsas problemlərə birlikdə nəzər salaq. Bir neçə gün əvvəl Neftçala rayonunun 2-ci Mayak kəndində uzun müddətdir davam edən qaz problemi ilə bağlı xəbər yayımlamışdıq. Sakinlər təbii qazın olmamasının gündəlik həyatı ciddi şəkildə çətinləşdirdiyini, evlərin isidilməsi və məişət ehtiyacları üçün alternativ yanacaqlardan istifadə etməyə məcbur qaldıqlarını bildirmişdilər. Məsələ ictimailəşdirildikdən sonra Azəriqaz İstehsalat Birliyi açıqlama verərək qazlaşdırma işlərinin mövcud maliyyə imkanları çərçivəsində mərhələli şəkildə həyata keçirildiyini və kəndin növbəti mərhələlərdə nəzərdən keçiriləcəyi bildirilib. Abşeron rayonunun Mehdabad qəsəbəsində Qələbə, Salatın Əsgərova, Ağakişi küçələri və ətraf yolların baxımsız vəziyyəti sakinlərin narazılığına səbəb olub. Asfalt örtüyü və kanalizasiya xəttlərinin olmaması yağışlı havalarda yolları keçilməz hala salır. Şikayət TV-nin müraciətindən sonra Abşeron rayon İcra Hakimiyyəti bildirib ki, daxili küçələr bələdiyyələrin balansındadır və abadlaşdırma işləri bələdiyyə büdcələrinin imkanları daxilində mərhələli şəkildə aparılır. Sumqayıt şəhərinin Sumqayıtçay yaşayış massivində yerləşən Şəhid Kənan Allahverdiyevin adını daşıyan küçənin acınacaqlı vəziyyəti də bu həftə gündəmə gətirildi. Sakinlərin sözlərinə görə küçədə asfalt örtüyü demək olar ki, tamamilə sıradan çıxıb və yağışlı havalarda hərəkət mümkünsüzləşir. Sumqayıt şəhər İcra Hakimiyyəti məsələ ilə bağlı açıqlama verərək şəhər üzrə yol infrastrukturunun mərhələli şəkildə yaxşılaşdırılmasının nəzərdə tutulduğunu bildirib. Hacıqabul şəhərində dəmir yolu stansiyasının yaxınlığında yerləşən piyada səkilərinin bərbad vəziyyəti də sakinlərin narazılığına səbəb olub. Video görüntülərdən ərazidə səkilərin dağıldığı və piyadalar üçün təhlükə yaratdığı açıq şəkildə görünür. Ucar rayonunda isə bir qrup sakin təbii qazdan istifadəyə görə hesablanan ödənişlərlə bağlı ciddi narazılıqlarını ifadə edib. Sakinlər qəbizlərin təqdim edilmədiyini, real sərfiyyatla borc məbləği arasında uyğunsuzluq olduğunu bildirirlər. Onlar məsələ ilə bağlı dəfələrlə müraciət etsələr də hələlik qaneedici cavab almadıqlarını deyirlər və problemin obyektiv araşdırılmasını tələb edirlər. Bu həftə Şikayət TV-yə daxil olan əsas müraciətlər bunlar idi. Siz də üzləşdiyiniz problemi işıqlandırmağımızı istəyirsinizsə, video və məlumatları bizə göndərin. Səsinizi birlikdə aidiyyəti qurumlara çatdıraq. Kanala abunə olun. Növbəti icmalı gələn bazar təqdim edəcəyik.